Sidik axarının daşla tıxanması. Bu zaman sidik hissəsindən götürülən sidiyin əkilməsi steril çıxa bilər. Ya tam tıxanma var və ya sidik axarı ilə sidik hissəsinə sadəcə heç nə düşmür, ya da irin içərisində artıq heç bir şey böyümür, ölmüş leykositlər və bakteriyalar var. Bu səbəbdən hətta stent qoyulması zamanı belə mütləq yuxarı sidik yollarının məzmunundan əkinti üçün nümunə götürmək lazımdır. Əgər stent qoyulması zamanı düzgün ardıcıllıq gözlənilməzsə, problemlər yarana bilər. Çünki stent özü də müəyyən həcmdə yer tutur və bu qapalı bir məkanda təzyiqin artmasına səbəb ola bilər. Nəticə isə böyrəyin boşluq sistemində təzyiqin yüksəlməsi və sepsisin inkişaf etməsidir. Məhz buna görə də böyrəyin boşluq sistemi və sidik axarında genişlənmə olduqda və infeksiya əlamətləri müşahidə olunmadıqda əvvəlcə boşaltma, yəni drenaj etməyə, daha sonra isə əməliyyatın ikinci mərhələsinin aparılmasına üstünlük verilir.